56 yaşlı kişi həmyerlisinə xəsarət yetirib. Hadisə Şəmkir rayonunun kəndlərinin birində ötən ilin noyabrın 11-də baş verib. 1970-ci il təvəllüdlü Həsən qonşuluqda yerləşən Nadirə məxsus fərdi yaşayış evinin qarşısında yumruq ilə Natiqin baş və üz nahiyələrinə vurub. İş üzrə izahat verən Həsən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, qonşuluqda yaşayan Nadir hazırda həbsdə olan Məmmədin həyat yoldaşı Günel ilə qeyri-rəsmi arvad münasibətində yaşayır. Təqsirləndirilən şəxs qeyd edib ki, Nadir onları narahat edib, evlərinin pəncərələrinə daş atıb, siqaret kötüyünü həyətlərinə tullayıb və qızı təxminənin barəsində əxlaqsız fikirlər səsləndirib. Həsənin ifadəsinə görə daha sonra həyətyanı bağ sahəsində olarkən Nadirin 2 nəfər xurma alıcısı ilə həbsdə olan qonşusuna məxsus fərdi yaşayış evinin yanında olan bağ sahəsindəki xurmalara baxmalarını görüb. O ifadəsində deyib, həmin vaxt əsəbləşərək Nadirə irad bildirdim və buranı tərk etməsini istədim. Nadir mənə qeyri-etik şəkildə cavab qaytardığı üçün daha da əsəbləşdim. Onun baş və üz nahiyəsindən 2 dəfə yumruqla zərbə vurdum. İş üzrə zərər çəkmiş Nadirin sözlərinə görə Məmməd adlı tanışının fermasında heyvanlarını saxlayır. Məmməd həbsdə olduğu üçün həmin yerdə gözətçilik edirəm. O həbs edildiyi vaxtdan Həsən mənimlə münasibətini pozdu. Məlum hadisə günü Məmmədin həyətyanı torpaq sahəsində olan xurmaları onun həyat yoldaşı Günelin göstərişi ilə satmaq üçün həmin bağa alıcı gətirdim. Bu zaman Həsən qonşu sahədən məni və alıcıları gördü. Təhqir edərək xurma məhsulu satmağa hüququmun olmamasını deyərək məni döydü. Şəmkir rayon məhkəməsinin hökmü ilə Konstitusiya və suverenlik ili münasibəti ilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarı tətbiq edilib. Təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə icraata xitam verilib.